İsrailli arxeoloqlar insan və heyvanlar arasındakı əlaqəni əks etdirən dünyanın ən qədim heykəlini tapıblar. Publika AS xəbər verir ki, bu barədə İsrailin Milli Elmlər Akademiyası məlumat yayıb. Tədqiqatçılar müəyyən ediblər ki, heykəlcik təxminən 12 min il əvvəl yerli tayfaların oturaq həyat tərzinə keçdiyi dövrdə yaradılıb. Miniatürdə başını qazın boynunun altına qoymuş qadın təsvir edilib. Heykəlin ölçüsü cəmi 3,7 sm-dir. Gildən hazırlanıb və təxminən 400 dərəcə Selsidə yandırılıb. Çatların olmaması atəşdən əvvəl hərtərəfli qurudulduğunu göstərir. Səthin təhlili zamanı qazın başını və boynunu, həmçinin qadının bədəninin elementlərini vurğulamaq üçün istifadə edilən qırmızı oxra pigmentinin izləri aşkar edilib. Obyektdə barmaq izi qorunub saxlanılıb və bu, heykəlciyin yeniyetmə və ya qadın tərəfindən hazırlandığını göstərir. Alimlər qeyd ediblər ki, bu cür təsvirlər qədim insanların ətraf mühiti və heyvanları necə qəbul etdiyini anlamağa kömək edir. Onların qarşılıqlı əlaqəsini əks etdirən əsərlər son dərəcə nadirdir. Yerusəlim İvrit Universitetindən Laurent Devinin rəhbərlik etdiyi qrup heykəlciyi Natufi mədəniyyətinə aid Nahal Engev 2-ci arxeoloji sahəsində qazıntılar zamanı aşkar edib. Obyekt yamacda yarımdairəvi daş konstruksiya içərisində tapılıb. Quruluşda həmçinin 20 insan dəfni və ritual qurbanlarının sübutu da olub. Devin qeyd edib ki, bu təkcə insan-heyvan qarşılıqlı əlaqəsinin ən qədim təsviri deyil, həm də Asiyanın cənub-qərbində tapılan qadının ən erkən naturalist təsviridir. 15 mindən 11.500-ə qədər il əvvəl Levantda mövcud olan Natufyan icmaları əkinçilik və heyvandarlığı mənimsəmiş ovçu yığıcıların ilk qrupları arasındaydı. Kəşf Pleistosenin ən sonlarına, yəni sıx sosial və mədəni dəyişikliklər dövrünə təsadüf edir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.